بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allah Azze və Cəllənin izni ilə İmam Həccəbi Rahiməhullahın Zədül Müstəqni adlı əsərini Şeyx Əhməd bin Ömər Əl-Həzimi Hafizahullahın şərhi ilə oxumağa davam edirik və oruc kitabını oxuyuruq. Və bundan sonra müəllif Rahiməhullah buyurur ki, İmam Həccəbi Rahiməhullah buyurur ki, kim yaşlılığı səbəbi ilə və ya sağalmayan xəstəliyi səbəbi ilə oruç tutmazsa, hər gün üçün bir miskini yedirtməlidir. Həddən artıq yaşlı olub, taqətdən düşüb və ya elə bir xəstəliyi var ki, onun şifası yoxdur. Ona görə nə etməlidir? Hər gün tutmadığı günlərin sayı qədər bir miskini yedirtməlidir. Həmçinin oruç tutmaqla özünə zərəri dəyən xəstə üçün oruç tutmamaq sünnətdir. Müəllif buyurur ki, Həmbəli məzhəbinə görə oruç tutmaqla, oruç tutsa özünə zərəri olacaq, sihhətinə zərər olacaq. Belə bir xəstə üçün oruç tutmamaq sünnətdir. Bu bənddə müəllif üzr əhlinin digər növünü zikr edir. Üzr əhli iki növdür. Birinci, üzrü müvəqqəti olan, yəni bir müddətdən sonra onda oruç tutmamasına səbəb olan maniyə ortadan qalxacaq və oruclarını qəza etməyə başlayacaq. Bu növ barədə biz yuxarıda zikr etdik. Kimlər idi? Sağalan xəstəliyi olan və müsafir olan. Bu hansıdır? Üzr əhli müvəqqəti, üzrü müvəqqəti olan. İkinci, o kəs ki, onun oruç tutmamasına səbəb olan maniyə daimi qalır, ortadan qalxmır. Daimi xəstəlik və yaşlılıq bu qismdəndir. Bu növ oruç tutmaqla mükəlləf bu növlər oruç tutmaqla mükəlləf olmayan kəslərdir. Çünki Allah Əzzə və Cəllə buyurur ki, biz heç kəsi gücünün çatmadığı şeylə mükəlləf tutmarıq. Digər ayədə isə Allah Əzzə və Cəllə buyurur ki, Fəttəqullahi məsətə'dun, Allahdan bacardığınız qədər qorxun. Yaşlı kəsə gəldikdə, bu o kəsdir ki, artıq onun taqəti yoxdur və oruç tutmaq ona çox məşəqqətli gəlir. Orucun şərtlərindən biri olan qadir olmaq şərti onda yoxdur. Xəstə olan kəsə gəldikdə isə, bu o xəstəlikdir ki, onun müalicəsi yoxdur, onun şifası yoxdur və xəstə daim rejimlə qidalanmalıdır. Məsələn, xərçəng xəstələri kimi. Bu növə aid olanlar tutmadıqları günün sayı qədər bir nəfəri yedirməlidirlər. Bunun dəlili Allah Əzzə və Cəllənin bu ayəsidir. Allah Əzzə və Cəllə buyurur ki, Əyyəmmən mə'dudət və mən kənə minkum məridən əv alə səfərin fəiddətun min əyyəmin uxar. Və aləl-ləzinə yut'iminəhu fidyətun təamu miskin. Buyurur ki, müəyyən sayda oruç tutanları, müəyyən sayda oruç günləri oruç tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruç tutmalıdırlar. Buna taqəti olmayanlar isə buraxdığı hər günün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Buna taqəti olmayanlar kimlərdir? Həddən artıq yaşlı olanlar və sağalmayan xəstəlik olanlar. Bu növdən olan kəslər üçün fidyə vermək vacibdir. Yəni, tutmadıqları günün sayı qədər bir miskini yedirtmək vacibdir. Sual, verilən fidyənin miqdarı nə qədər olmalıdır? Bunun şəri bir miqdarı varmı, yoxsa örfə görə hesablamaq icazəlidirmi? Cavab odur ki, bəli, fidyənin miqdarı haqqında səhabələrdən nəqillər varid olmuşdur. İmam Daraqutni, İmam Mücahidin İbn Abbas radiyallahu anhudan rəvayətinə görə, İbn Abbas buna taqəti olmayanlar isə hər tutmadığı günün sayı qədər bir miskini yedirtməlidir ayəsini oxuduqdan sonra belə dedi. Bu, yaşlaşıb taqətini itirmiş kəsə aiddir. O hər gün yarım sağ buğda fidyə verməlidir.
Yenə İkrimənin İbn Abbas'dan rəvayətinə görə İbn Abbas radiyallahu anhu buyurur ki, hər gün bir müd fidyə verməlidir. Hər gün bir müd fidyə, yəni buğda verməlidir. İmam Daraqutni bu rəvayəti səhih saymışdır. Amma qardaşlar, nə Quranda, nə də sünnədə fidyənin miqdarı təyin olunmamışdır. Sahabənin sözləri isə fətvadır. Fətva isə zamandan zamana, məkandan məkana dəyişə bilir. Odur ki, bizim zamanımızda örfə uyğun olaraq fidyə vermək caizdir. Yəni, bir nəfər nə qədər yeməklə doyur, o qədər yemək vermək, gündəlik örfdə yeyilən yeməklərdən o qədər vermək nədir? İcazəlidir. Sonra müəllif rahimehullah buyurdu ki, oruç tutmaq zərərli olan xəstə üçün orucu tərk etmək sünnətdir. Tutmamaq yaxşıdır. Hansı ki, oruç tutsa nə olacaq? Ona zərər olacaq. Bu, Həmbəli məzhəbinin görüşüdür. Sünnət, əməl edilməsi ilə tərk edilməsi arasında insanın muxayyər olduğu şeydir. Sünnət nədir? Müstəhəb, məndub. O şeydir ki, əməl edilməsi ilə tərk edilməsi arasında insan muxayyərdir, ixtiyar sahibidir. Yəni, şəriətin qəti bir əmrlə əmr etmədiyi hökm sünnət adlanır. Vacib isə sünnətin əksidir. Odur ki, vaciblə sünnətin fərqi odur ki, vacibi tərk etdikdə ya dünyada, ya da axirətdə bunun cəzası vardır. Vacibin tərifi nədir usulü fiqhdə? Yusibu tarikuhu imtisalan və yestahaqqul iqabu yusibu fa'iluhu imtisalan və yestahaqqul iqabu ma tarikahu. Vacib o şeydir ki, onu edən, Allaha təslim olaraq onu edən əcr qazanır, onu tərk edənsə cəzanı haqq edir. Cəza ona haqq olur. Həmçinin vacib odur ki, onun qəzası edilməlidir. Amma sünnətin tərkinin qəzası yoxdur. Amma sünnəti tərk etdiyin zaman nə dünyada, nə də axirətdə cəzası və ya qəzası yoxdur. Xəstə birinin orucu tərk etməsi sünnətdir, Həmbəli məzhəbinə görə. Yəni, ən üstün olandır. Oruca davam etməsi isə caizdir. Amma sünnət deyil. Həmbəli məzhəbinə görə, qardaşlar, bir adam xəstədirsə, xəstəliyi özünə zərər verirsə, onu tərk etmək sünnətdir, amma tutarsa, bu caizdir. Orucu batil deyil və bundan günah da qazanmır. Elm əhli icma etmişdir ki, xəstə olanın oruç tutması mübahdır, yəni icazəlidir. Ancaq, qardaşlar, xəstəlik növbə-növdür. Bəzi xəstəliklər var ki, oruç tutmaq sahibi üçün zərərlidir. Bəzi xəstəliklər var ki, orucun ona bir təsiri, bir zərəri yoxdur. Məsələn, barmaq ağrısı, diş ağrısı, yüngül baş ağrısı və s. Müəllif rahimehullah buyurdu ki, oruç tutması özünə zərər verən xəstəlikdən bəhs edərək belə xəstələrin oruç tutmamasının daha doğru sünnət olduğunu zikr etmişdir. Müəllifin sözündən belə nəticəyə gəlmək olar ki, zərəri olmayan xəstələrin oruç tutması sünnətdir. Bir kəsin oruç tutmasının ona zərəri yoxdursa, yuxarıda zikr olunduğu kimi dişi ağrıyır sadəcə və yaxud barmağı ağrıyır. Orucla bir əlaqəsi yoxdur. Onun oruç tutması sünnətdir, amma zərəri varsa, Həmbəli məzhəbinin görüşünü deyirəm, amma zərəri varsa, oruç tutması ona zərər verirsə, sünnət deyil, amma haram da deyil, müstəhəb, caizdir, tuta bilər. Bunda bir günah yoxdur. Tutsa orucu məqbuldur. Hətta belə xəstələrin oruç tutması nədir? Mübah deyil. Xəstəliyi yüngül olan, yəni yuxarıda zikr etdiyimiz qism xəstələr üçün deyilir ki, bu xəstəliklər orucla əlaqəli xəstəliklər deyil. İbn Vazir rahimehullah buyurur ki, elm əhli icma etmişlər ki, əgər oruç tutmaq xəstəliyi artırarsa, bu kəsin orucu buraxması və sağaldıqda qəzasını tutması lazımdır. Əl-İnsaf əsərində buyurulur ki, əgər xəstə olan oruç tutduğu halda xəstəliyinin şiddətlənəcəyindən və ya uzanacağından və ya acılıq səbəbi ilə xəstələnəcəyindən qorxarsa, onun orucu buraxması müstəhəbdir. Demir vacibdir, müstəhəbdir. Onun oruç tutması icma ilə
məkruhdur, haram deyil. Həmbəli məzhəbinə görə. Çünki Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, mən iki seçim arasında qaldığım zaman yüngül olanı seçirəm. Bu Həmbəli məzhəbinin tərcihidir. Ancaq biz deyirik ki, yəni Şeyx Həzm buyurur ki, biz deyirik ki, əsl olan zərərin mükəlləf üçün maniyə olmasıdır. Usulda qayda var ki, zərər mükəlləf üçün maniyədir. Yəni zərər ortadan qaldırılmalıdır. Maniyə isə haramlıq ifadə edir. Necə ki Allah Əzzə və Cəllə buyurur ki, öz əlinizlə özünüzü öldürməyin. وَلَا تَلْقُوا بِأَيْدِكُمْ إِلَى التَّهْلُكَةِ öz əlinizlə özünüzü təhlükəyə atmayın və ya öz əlinizlə özünüzü öldürməyin. Əgər oruç tutmağın bir kəsin səhhətinə zərərli, təhlükəli olduğu bilinərsə, ona orucu tərk etmək nəinki sünnətdir, əksinə vacibdir. Yuxarıdakı ayədən Amr bin As radiyallahu anh istidlal edərək, çünüb ikən soyuq havada yuyunmağı tərk edərək teyəmmüm ilə namaz qılmışdır. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm də onu təsdiqləmişdir. Bu ayədən belə bir ümumi qayda hasıl olmuşdur. Nədir o qayda? Mükəlləf üçün zərərli olan hər şeydə əsl olan maniyədir. Bu qaydanı yadda saxlayın, qardaşlar. Bütün məsələlərdə keçərlidir. Mükəlləf üçün nədir? Zərərli olan hər şeydə əsl olan maniyədir. Yəni bir şey mükəlləfin zərərinədirsə, ona zərər olacaqsa, o əməli etmək maniyədir, onu tərk etmək vacibdir. Ayədə özünüzü öldürməyin əmr formasında zikr olunmuşdur. Əmr isə əlavə qarinə olmadığı müddətcə, yəni əlavə dəlil olmadığı müddətcə harama dəlalət edir. Elə isə əgər həkim bir kəsin oruç tutmasının ona zərərli olduğunu deyərsə, o həkimin müsəlman olması şərt deyil. Həkimə getmirsən, həkim deyir ki, sənin mədən xəstədir və yaxud səndə filan xəstəlik var, şəkər xəstəliyi var, falan xəstəlik var. Bu oruç tutmaq sənə zərərlidir, rejimi tərk etmək, rejimlə qidalamaq sənə zərərlidir. Artıq belə deyərsə, bu kəsə oruç tutmaq haramdır. İkinci növ, oruç tutmağın zərərli olmadığı xəstəliklərə gəldikdə isə, bu məsələdə elm əhli arasında ixtilaf vardır. Hansı ki, yuxarıda dediyimiz xəstəliklər, hansı ki, oruç tutmaq onlara heç bir zərəri yoxdur. Yüngül baş ağrısı, barmaq ağrısı, nə bilim, əzələ ağrısı, hər hansı bir şey ki, onun orucu tutsa da, tutmasa da onun heç bir zərəri yoxdur. Bu vaxtı, bu halda oruç tutmaq olarmı, olmazmı? Tutmaq daha üstündür, yoxsa tərk etmək daha üstündür? Daha doğrusu, oruç tutmaq daha üstündür, yoxsa orucu tərk etmək? Bu məsələdə elm əhli nədir? İxtilaf edib. Həm müəllif, həm də fəqihlərin əksəriyyəti sizdən kim xəstə olarsa, ayəsi haqqında deyirlər ki, buradakı xəstəlik mütləq xəstəlik deyil. Əksinə, ayədə qəsd olunan sahibinə zərər verən xəstəlikdir. Amma oruç tutmağın xəstəyə zərəri olmayan xəstəlikdirsə, belə kəsə oruç tutmaq vacibdir. Həm müəllif, Həmbəli məzhəbi, həm də digər fəqihlərin əksəriyyəti deyir ki, bu yuxarıda zikr olunan xəstəliklər varsa, bu kəsə oruç tutmaq vacibdir. Digər bir qrup elm əhli isə ayədə qəsd olunan mütləq xəstəliyin olduğunu, hətta istənilən xəstəliyə görə orucu tərk etməyin icazəli olduğunu sələfdən bir çox nəqillərlə dəstəkləmişlər. Hətta barmaq ağrısı, diş ağrısı olan kəsin belə oruç tutmamasının caiz olduğunu qeyd etmişlər. Ancaq bu iki sinif elm əhli müsafir üzərində icma etmişlər ki, səfər istər asan olsun, istər məşəqqətli olsun, müsafir üçün orucu tərk etmək caizdir. Odur ki, deyilir ki, ayədə xəstə və müsafir eyni siyaq üzərində zikr edilmişdir. Allah Əzzə və Cəllə ayədə dedi ki, sizlərdən xəstə olan və səfərdə olan, düzdürmü? Eyni siyaqda gəldi, eyni hökm üzərində gəldi. Müsafir üçün bir hədd təyin edilmədiyi kimi, qardaşlar, xəstəlik üçün də bir hədd təyin edilməmişdir. Yəni, biz deyə bilmərik, əgər müsafirlik asandırsa, o gedir müsafirdir, orada kef edir, tutaq ki, asandır, ona oruç vacibdir, deyə bilmərik. Düzdürmü? Şeyx Hazmi deyir ki, eyni ilə xəstəlikdə də belə bir şey deyə bilmərik.
deyə bilmərik ki, filan xəstəliyin oruca zərəri yoxdur, ona görə oruç tutmaq ona vacibdir, deyə bilmərik. Yəni, şəriət belə bir hədd təyin etməmişdir. Odur ki, sələfdən bəziləri ayədəki xəstəlik sözünü ümumi üzrə qəbul edərək, istər məşəqqətli xəstəlik olsun, istər asan xəstəlik olsun, istər zərərli xəstəlik olsun, istər zərərsiz xəstəlik olsun, hamısı üçün orucu tərk etməyin icazəli olduğunu söyləmişlər. Bu görüş üsul qaydasına da müvafiqdir. Belə ki, ayədə xəstəlik sözü nəkirada, yəni qeyri-müəyyən olaraq zikr edildi, əlifləmsiz gəldi. Mərda, xəstəlik, ümumi, yəni heç bir istisna, xəstəliyin heç bir istisnası zikr edilmədi. Ümumi, nəkirada gəlirsə, ümumilik ifadə edir. Bu isə ümumilik ifadə edir və yüngül, zərərsiz xəstəlikləri bu hökmdən çıxartmaq üçün xüsusi bir dəlil ehtiyac vardır. İmam Qurtubi rahimehullah ayədəki xəstə sözünü əsas gətirərək buyurur ki, xəstə iki haldan biri üzərindədir. Birinci, oruç tutmağa taqəti olmayan xəstə, belə kəsə orucu tərk etmək vacibdir. İkinci, zərərli olmaqla bərabər oruç tutmağa taqəti çatan kəs, belə kəsə orucu tərk etmək müstəhəbdir. Bu, İmam Qurtubi deyir. Biz isə deyirik ki, yəni Şeyx Həzmi deyir ki, biz isə deyirik ki, əksinə, belə kəsə oruç tutmaq haramdır. Yəni, xəstəlik özünə zərər verən kəsə oruç tutmaq haramdır. İbn Sirrin rahimehullah buyurur ki, nə zaman insanda xəstəlik adlanan bir hal yaşanarsa, onun orucu tərk etməsi caizdir. Xəstəlik nədir? İnsanın normal haldan fərqli halı. Bir adam deyirsə ki, mənim barmağım ağrıyır, bir adam deyirsə ki, mənim əzələm ağrıyır, bir adam deyirsə ki, mənim sümüyüm ağrıyır. İbn Sirrindir ki, belə bir adam orucu tərk etmək nədir? Caizdir. Xəstəlikdirsə bunun adı heç bir fərqi yoxdur. Və Şeyx Həzmi deyir ki, bəli, bu doğru sözdür. Çünki Allah Əzzə və Cəllə sizdən xəstə olan deyərək ümumi zikr etdi. Biz xəstəliyin həddini necə təyin etməliyik? Əlbəttə, şəriətin həqiqətinə qayıdaraq, Allah Əzzə və Cəllə xəstəliyin sifətini, necəliyini bizə bildirmişdirmi ki, hansı ki, bu halda orucu tərk etmək caizdir və ya tutmaq vacibdir? Cavab, xeyr. Bu haqda heç bir nas varid olmamışdır. O halda biz üsul qaydasına əsaslanaraq dəlilin olmadığı yerdə örflə hökm verməliyik. Örf isə hər bir kəs hansı halda xəstə hesab olunursa, İnsanlar hansı halda bir kəsə xəstə deyirlərsə, ona orucu tərk etmək caizdir. Tarif bin Həmməm Əl-Atari rahimehullah buyurur ki, Ramazan ayında Muhammed bin Sirrin rahimehullahın yanına daxil oldum. O isə yemək yeyirdi. Yeməyi bitirdikdən sonra belə dedi, bu yemək barmağımın ağrısına görədir. Sadəcə barmağı ağrıdığına görə Ramazan ayında orucu tərk edib, oruc tutmayıb. Yəni İbn Sirrin barmaq ağrısına görə orucu tərk etmişdir. Əgər bəzi fəqihlər orucu tərk etməyin icazəli olmadığı xəstəliyə misal olaraq barmaq ağrısını misal versələr, İbn Sirrin onlara bu hərəkəti ilə rəddiyə vermişdir. Və bu doğru olan görüşdür. Hətta Qurtubi rahimehullah buyurur ki, daha doğru rahimehullah bütün bu nəqilləri zikr etdikdən sonra buyurur ki, İnşaallah İbn Sirrinin görüşü ən səhih olan görüşdür. İmam Buxari rahimehullah buyurur ki, bizə Abdən İbn Mübarəkdən, o da İbn Cüreycdən nəql etdi ki, Ata bin Əbi Rabaha soruşuldu, hansı xəstəliyə görə orucu tərk etmək olar? O belə cavab verdi, hansı xəstəlik olur olsun. Demək ki, İmam Buxarinin və digər elm əhlinin görüşünə görə xəstəlik ümumidir. İstənilən xəstəliyə görə orucu tərk etmək caizdir. Xülasə, qardaşlar, mövzunu cəm edərək deyirik ki, əgər xəstəlik zərər verən xəstəlikdirsə, yəni oruc tutmaq xəstəliyi şiddətləndirəcəksə, doğru olan bu kəsə oruc tutmaq haramdır. Əgər oruc tutmaq zərər verməyən xəstəlikdirsə, bu kəsə oruc tutmaq caizdir. İstər tutar, istər tərk edər. Sual, müsafirə oruc tutmaq daha əfsəldir, yoxsa tutmamaq?
Cavab odur ki, müsafir üçün orucu tərk etmək daha əfsəldir. Bu, İbn Ömər, İbn Abbas, İbn Müseyyib, Şə'bi və İmam Əvzai radiyallahu anhum əcməin hamısının görüşüdür. Əbu Hənifə, Malik və Şafiyə görə isə gücü olan kəs üçün səfərdə oruç tutmaq daha əfsəldir. İbn Kəsir rahimehullah bu ixtilafları zikr etdikdən sonra buyurur ki, Şafilərdən bir tayfaya görə səfərdə oruç tutmaq Allah Resulü sallallahu aleyhi və səlləmin feili olduğu üçün daha əfsəldir. Digər bir tayfaya görə isə orucu tərk etmək oruç tutmaqdan daha əfsəldir. Çünki bu halda rüsxətdən istifadə etmiş olursan. Allah Azze və Cəllənin verdiyi rüsxətindən, yəni iznindən istifadə etmiş olursan. Üçüncü qrupun görüşünə görə isə səfərdə oruç tutmaqla tutmamaq arasında fərq yoxdur. Biri digərindən daha əfsəl deyil. Demək, səfər məsələsində neçə görüş var? 3 görüş. Bir görüşə görə səfərdə orucu tərk etmək daha əfsəldir. Bu, sahabələrin, tabeinlərin görüşüdür. İbn Ömər, İbn Abbas, İbn Müseyyib, Şə'bi, İmam Əvzai və s. İkinci görüş, səfərdə gücü çatanın oruç tutması daha əfsəldir. Bu, Əbu Hənifə, Malik və Şafinin görüşüdür. Üçüncü qrup görüşə görə isə fərqi yoxdur. Tutma, istəyirsən tut, istəyirsən tutma, heç bir o birindən daha əfsəl deyil. Çünki Ənəs radiyallahu anhun hədisində buyurulur ki, biz Allah Rəsulu ilə səfərdəykən bir qisim insanlar oruç tutdu, digər qrup insanlar isə oruç tutmadı. Nə tutanlar tutmayanları, nə də tutmayanlar tutanları qınamadı. Bura qədər inşallah başa düşdünüz yəqin ki, qardaşlar. İnşallah bununla kifayətlənək. Allah Əzzə və Cəllə izin verərsə davam edərik. Sübhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və etûbu ileyk.